Mən xüsusən TikTokda olan dostlara, yoldaşlara, eləcə də sosial şəbəkədə olanlara bir məsləhət verirəm. Yəni tərəddüdünüz, ehtiyatınız varsa ki, hökumət sizi yazdığınıza görə, şərhlərə görə təqib eləyə bilər, incidə bilər, heç bir problem yoxdur. Psevdonimlərdən istifadə edin. Yəni başqa ad familiya seçin. Məsələn, elə İlham Əliyevin özü adına TikTok səhifəsi açın. İlham Əlizadə, İlham Əliyeviç, nə bilim Leyla Əliyevna, Mehriban Leylayeva. Bax belə profillər açın, yazın tənqidlərinizi. Mən söyüş, təhqir məsələsini demirəm. Yəni bunları heç rəva bilmirəm. İstənilən düz fikir bunların öz adı ilə çağırmaq, onların qamçılamaq qədər bir gücə malikdir. İlham Əliyevin siyasətini öz adı ilə çağırmaq elə ona ən böyük söyüşdür, ən böyük zərbədir. Bunların uğurluqların başqa profillər yaradın. Elə bunların ailə üzvlərinin, yeznələrinin, nə bilim oğullarının, qızlarının və yaxud da sevdiyiniz bir qəhrəmanların adını qoyun, paylaşın ki, polis sizi rahatlıqla ovlaya bilməsin.